erməni blogeri həmən bu videonu özündə paylaşıb və Azərbaycanı bir daha təhqir elədi. İndi o videonu sizə göstərirəm. Baxın, ondan sonra davam edin. Buyurun. İki kəlmə söyləyəcəm. Mən istəyirəm ki, bütün dünyada sülh olsun və sənin haqqında mən heç vaxt girə bilmərəm. Ona görə 12 pay Azərbaycandan sənə. Bu pay verimliydi. Получается, как только Пашинян и Олег заключили мир, дружба, жвачка, все азербайджанцы ринулись петь за дружбу. Вот эта девушка свое место под чьей-то диктовкой отдает армянину, якобы они такие мирные. А может быть, это повод был обнять нашего армянского мужчину, я не знаю, сейчас не могу сказать, но она почему-то забыла своих погибших братьев, когда обнимала нашего. Xanım, orada bizim iştirakçıya xal verməklə o deyəsən müharibədə dünyasını dəyişən qardaşlarını unudub. Və ya o sadəcə bizim erməni kişisini qucaqlamaq istəyirdi deyənə onu qucaqladı. Budur. Dediği sözler budur. Hətta orada əlavə edir ki, Azərbaycanlılar indi hamısı dostluq deyə dururlar, dostluq istəyirlər. Yəni buradan yenə də bu dostluq deyən insanlara müraciət edirəm. Ay insanlar, biz qalib tərəfik, bizə dostluq lazım deyil, biz yalvarmamalıyıq dost olmaq üçün. Onlar bizə yalvarmalıdırlar. Ay başınıza dönüm, siz nə deyib yaşayırsınız? Fikriniz nədir? Onsuz da bu ermənilər bizi alçaltmaqdan qalmırlar. Siz niyə bizi alçaldırsınız?